Xankəndi ilkin mərhələnin son turunda Dinamonu sınava çəkib. Namina meydan sahibləri erkən qola seviniblər. Elvin Nəsibov 7-ci dəqiqədə Xankəndini hesabda irəli çıxarıb. Lakin 34-cü dəqiqədə Dinamonun kapitanı Valis Seyidovun qolu komandaların fasiləyə 1-1lik bərabərliklə yollanmalarına səbəb olub. Lider ikinci hissədə rəqibin müqavimətini qıra bilib. 67-ci dəqiqədə Elvin Nəsibov dublunu rəsmiləşdirib. 4 dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Elşad Quliyev Xankəndiyə 3-1 hesablı qələbə qazandırıb. Dinamonun baş məşqçisi İsmail Vəkilov məğlubiyyətin səbəblərini belə izah edir. Mən uşaqlardan razıyam. Biz bu oyundan istədiyimizi aldıq. Ola bilsin ki, uduzduq, amma aldıq. Uşaqlar çox yaxşı oynadı. Gördüyünüz kimi birinci time başa-başa oynadıq və epizodumuz da oldu. Birinci time biz 2-1 razvalkaya gedə bilərdik. Prosta bizim o reallıq var arada, bu keyfiyyət var. İkinci dəqiqənin oyunlarından necə deyim, belə sadə baxmayaq bu işə. 8 oyundan 6 qələbə bu komandaya çox yaxşıdır. Xankəndinin baş məşqçisi Zaur Hacıyev isə rəqiblərinin onlarla oyunda qapalı futbol oynadıqlarını söyləyib. İkinci dövrənin son oyunu idi. Bundan sonra altılıq sistemi başlayacaq. Düşünürəm gərgin oyunlar bizi öndə gözləyir. Əlbəttə ki, bugünkü gündə də rəqibimiz altılığa düşmək üçün xal ehtiyacı var idi. Ona görə çox yaxşı mübarizə aparırdı. Ümumiyyətlə, bizim bir komanda olaraq daha çox dominant komandayıq və rəqiblər bizə qarşı daha çox müdafiə planında oynayırlar və bu halda biraz rəqiblərə qol vurmaq çətinliyi yaranır və kontratak təhlükəsi olur bizim üçün. Bir neçə belə oyunumuz oldu. Bu oyun da belə deyək ki, məzmunu bu formada alındı. Hər halda futbolçular öhdəsindən gələ bildi. İlkin mərhələni Xankəndi 63 xalla birinci, Qaradağ Lökbatan 60 xalla ikinci pillədə başa vurub. İlk altılıqda yer alan Xankəndi, Qaradağ Lökbatan, Quba, Şirvan, Şəmkir və Dinamo birinci liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.